Bu güzel yurduma ilkbahar gelip, en şirin, en güzel arzular gelip. Bu güzel yurduma ilkbahar gelip, en şirin, en güzel arzular gelip. Tabiat elinde konşalar gelip, Novruz bayramımız mübarek olsun. Tabiat elinde konşalar gelip, Novruz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Aziz bayramınız mübarek olsun. Seneli düzülüp indiyan yana, hoş ettir yayılır bu şirin cana. Şəkir yayılır bu şirin cana. Bahar xoş gəlibdir Azərbaycana. Novruz bayramınız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Aziz bayramınız mübarek olsun. Big Ağız. Bayramlar güzeli Novruz bayramı, elimin obamı aziz bayramı. Bayramlar güzeli Novruz bayramı, elimin obamı aziz bayramı. Koy desin yürekten, koy desin hamı, Novruz bayramınız mübarek olsun. Koy desin yürekten, koy desin hamı, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Aziz bayramınız mübarek olsun.
çərşənbəsidir. Ən son çərşənbəmizdir ki, o da hansı çərşənbə idi? Torpaq çərşənbəsi. Mən Torpaq çərşənbəsi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Çox sağ olun, çox sağ olun. Qarşıdan gələn Novruz bayramı hər birinizin evinə, ailəsinə xoşbəxtçilik gətirsin, əmin-amanlıq gətirsin. Bax, bu il necə gözəl, qəşəng görünürsünüzsə, hər zaman belə təravətli olasınız. Sizin hər birinizi ürəkdən öpürəm.
eləmək Azərbaycan ailəsinin əsasını təşkil edir. Azərbaycan xalqı üçün də ailə dəyərləri çox müqəddəsdir. Hətta ailə kiçik bir dövlətdir deyə bilərik. Mən gələrəm qan tər içində, çantamı çiyindən nəfis atardı. Anamın açdığı süfrə başında ləziz təamları zövqlə dadardı. Bilməzdik işarkən onun qədrini, sanardık hər zaman belə olacaq. Keçmişin saf, təmiz, gözəl ətrini bilməzdim döndü gözüm dolacaq. Olsaydı mənim də inan əlimdə, deyərdim keçmişim, qoy geri gəlsin. Hərdən bir sıxılıb mən an çəkəndə, uşaqlıq illərim qayıda bilsin. Bayramınız mübarək! İndi isə şagirdlərimizin hazırladığı səhnəciyə tamaşa edək. Başıma xeyir, necə də rahat uzanmışsan. Siz Allah heç uzanmaq vaxtıdır. Şəhərdən uşaqlar bayramlaşmağa gəlir. Dur həs bacaya əl gəldi. Samavarı İnanın Allaha, neçə illərdir bu torpaq bayram üzünə həsrət qalmışdı. Düz deyirsən ay qarım, heç nəməsən Allah. Bu dəqiqə dururam, qoy qalxım, həyət bacaya gəzdirim. Vahid, azadlıq ən böyük sərvətdir. Ruhun azadlığı, ürəyin azadlığı, vicdan azadlığı, vətənin azadlığı necə gözəldir. Övladlarımı, balalarımı bu azad torpaqda qarşılamaq bizim üçün ən böyük sərvətdir. Qoy gedim samavarı qalayım. Uşaqlar gəldi. Salam oğlum. Hoş gəlmişsən qızım. Oturun ay baba, əyləşin. Ay oğul, şəhərdə vəziyyət necədir? İşləriniz necədir? Kənd üçün dağıtmamışdınız. Yaxşıdır ay ata, şükür Allaha. Kənddə vəziyyət necədir, siz necəsiniz? Biz də qozalanlardan qaydı ilə əl-ələ verib dolanırıq. Uşaq, bəs sizin dərsləriniz necədir? Çətinliyi çəkmirsiniz. Yaxşıdır ay baba, çalışırıq ki daha da yaxşı olsun. Anam bizə çox kömək edir. Baba, müəllimə bizə tapşırmışdı ki, adət-ənənələrimiz çərşənbələr haqqında məlumat toplayın. Bizə kömək edə bilərsən? Əlbəttə ay bala, əlbəttə kömək edərəm. Novruzda hələ bir ay qalmış, xalq bu bayramı başdan ayağa toy müsadə çevirməyə çalışırlar. Novruzda 4 çərşənbə qeyd olunur. Su, od, yer, torpaq. İlk Axır çərşənbəsi xüsusilə seçilir. Ev arasında ona İlağır çərşənbə deyilir. Baba, belə başa düşdüm ki, birinci çərşənbə su çərşənbəsidir. Su çərşənbəsində nə edərlər? Düz başa düşmüsən, mənim gözəl balam. Novruzun
çərşənbəsidir. Buna el arasında yalancı çərşənbə, əzəl çərşənbə də deyirlər. Hələ gün doğmadan qızlar, gəlinlər gedər bulaqdan sərin su gətirərlər. Odre, qızlar bulaqdan gəlir. Sudan gelen sürmeli kız, sudan gelen sürmeli kız. İnce bir güzel, sarı olan ince bir güzel. Ele naziler gelirsen, ele naziler gelirsen. Akarlar güzel, sarı olan akarlar. Su müqəddəs, təmizlik, aydınlıq rəmzidir. Ona görə də səfərə çıxanın arxasında su səpərlər, yuxudan suya danışarlar. Axar su murdarlıq götürməz. Axır çərşənbə sırf tezdən evə bulardan sərin su gətirərlər. Evdəkilərə sərin su verərlər. Həyət bacaya su səpərlər. Bütün arzularınız su kimi saf olsun, bütün arzularınıza çatasınız. Oğul olsun gözəl bahar, səninlə çox arzular, ayak basını kəmsə, şənlik sağlık gətirsə. Ömrün süper çaydın olsun, vətən oğlu, vətən qızı, uca tanrı qovuştursun, azarlıqdan xalqımızı. Akarlar güzel, sarı olan Baba, ay baba, bəs ikinci çərşənbə haqqında maraqlı nə danışa bilərsən? Ay mənim şirin balam, ikinci çərşənbə od çərşənbəsidir. Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalır. Odun alovundan niyyət edirlər. Sağlamlıq, ruzi və ərşət diləyirlər. Onların üstündən tutlanmaqla xəstəliklərdən uzaq olduqlarını düşünürlər. Bax, uşaqlar birazdan bizim məhəlləmizdə ocaq qalayıb üstündən tullanacaqlar. Baba, biz də baxarıq. Əlbəttə baba, əlbəttə baxarıq.
Konuş mənim gözəl qızım. Qaldı bizim dördüncü söz çərşənbəmiz. Novruz şənlikləri içərisində ilin axır çərşənbəsi xüsusilə seçilir. Bu torpaq çərşənbəsidir. Axır çərşənbə daha təntənəli keçirilir. Şirniyyatlar bişirilir, xonçalar bəzədilir, bayram şamları yandırılır. Yumurta döyüşdürürlər. Bu çərşənbədə torpaq oyanır, rəslar düzəlir, ağaclar tumurcuqlayır ki, burada baharın gəlməsindən xəbər verir. Evdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Novruz gəlir yurduma, hər tən çiçəkdir. Az sonra keçər çoxsan meydana gələcəkdir. Hə mənim gözəl balalarım, nənə sizə Novruz hədiyyəsi verəcək. Dikkat uyandı bak ağaçlar, torpak giydi yaşıl don, geldi güneşli bahar. Novruz geldi yaz geldi. Mənim gözəl balam, Cıram, bunu nənə sənə verir. Çox sağ ol nənə. Mənim gözəl balam, İnci, bunu nənə sənə verir. Çox sağ ol nənə. Nənə bugün nə qəşəngdir. Nənə bunları öz əlləri ilə toxuyur. Süfrənin naz gelir, səmənimiz Qarşıdan gəlir obamıza, elimizə, əmin amanlıq, xoşbəxtlik gətirsin. Ya Rəbbim, bizləri dərd-qəmdən, pis gündən, pis rüzgardan uzaq eylə. İlahi, amin. Ulu Tanrı, sizləri yerdən, göydən gələn bəlalardan qorusun. Ana, ata, Allah sizi böyüklükdən əskik etməsin. Nə yaxşı ki varsınız. Amin. Hər zaman birlikdə olaq, canımız sağlam, süfrələrimiz rücili bərəkətli olsun. Amin. Bayramınız mübarək. Adət-ənənələrindən biri də bu müqəddəs günlərdə torpağımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid vətən oğullarının məzarlarının yad edilməsidir. Onların ruhlarına dualar oxunmasıdır. Azadlığımız uğrunda canından keçən bütün şəhidlərimiz cənnətdəki bayramınız mübarək. Sağlığını bizlər üçün qurban verən qazilərimiz bayramınız mübarək. Elinə, obasına, ailəsinə şərəf və ləyaqətli olan vətən oğulları cənnətdəki bayramınız mübarək. Bakışlarınız damselçilerde akışları güllere garip olmuş baştaşlarınız namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan azadlık odunda yanan oğlunuz
Keçirdilər kifərimdən Aile Qalan oldum olması, onun nesilden nesile geçmesi. Sizi şehit Buna göre de biz bile əziz dinlerde, ama Sizi karşıdan Novuz bayramı gəlir. Novuz bayramı ərəfəsində ən gözəl adət-ənənələrimizdən biri olur ki, dünyasını dəyişmiş əzizlərimizi məzarı üstünə gedirik. Onlara Allahdan rəhmət diləyirik. Onlardan dualar edirik. Bu əziz günlərdə biz yenə vətən uğrunda canlı fəda verirəm. Ürəkdə aydınlıqla eşqiyle böyüdən, vətənimizin layiqli övladlarına Allahdan rəhmət diləyək. Onların ruhları şad olsun. Hər zaman hər birimiz bu bizim şad, xoşbəxt yaşamamız üçün biz onların hər birinə borcluyuq. Ona görə də bizim üzərimizə düşən vəzifə yalnız və yalnız ürəkimizdə günlərdə, adi günlərdə, hər dəfə onların məzarı üstünə gəlmək, onları ziyarət etmək. Dondu Allah şəhidlərimizə rəhmət eləsin. Bunların şad olsun. Vətənimizin heç vaxt müharibə, Azərbaycan xalqı Axar gözlərini yaşın şehitler
nümayişi üçün yumurta döyüşümüzü ağlayan çəpiş yaşları hörmətli müəllimlərimiz və dəyərli valideynlərimizlə keçirəcəyik. Ancaq bir şərtimiz var. Uduzan iştirakçılar dərsə dəvət olunacaqlar. Shalom.
Öncə hər birinizi bayramını təbrik edirəm. Çərşənbə bayramınız mübarək olsun. Təbii ki, Mart ayı bayramlarla zəngindir. Hər biri öncədən təbrik edək. Həm Novruz bayramı, həm Ramazan bayramı mübarək olsun. Bugünkü tədbirimiz də ailə dəyərlərimizə aid idi. Təbii ki, Novruz bayramında da milli mənəvi dəyərlər özü bir fonunda ailə dəyərləri formalaşdırır. Şagirdlərimiz də gözəl çıxışlar elədilər. Təbii ki, hər biri bir istedaddır, amma istedadı önümüzdən çıxartmaq, onu parlatmaq lazımdır. Burada da əməyə keçən Məlahət müəllimə təşəkkür edirik. Gözəl tədbir hazırladığınıza görə valideynlərimizə təşəkkür edirik. Təbii ki, bütün fəaliyyətlərin əsasında valideynin əməyi dayanır, müəllimin əməyi dayanır. Bunlar vəhdətdə olduğu zaman gözəl bir məhsul nəticə verir, məhsul əldə olunur. Və bu şagirdlərdə də bu mənəvi dəyərlərin formalaşdırılması məhz müəllim, valideyn vəhdətinin məhsuludur. Ona görə valideynlərimizə təşəkkür edir ki, belə gözəl övladlar böyüdürsünüz, tərbiyələndirirsiniz, vətənimizə, millətimizə faydalı insanlar yetişdirirsiniz və təbii ki, Məlahət müəllimin əməyi burada böyükdür. Çünki Məlahət müəllim doğrudan da bir nömrələrdəndir. Biləsiniz ki, çox şanslısınız. Ona görə ki, mən uzun illərdir burada təcrübələrlə sınavdan keçir ki, Məlahət müəllim həqiqətən də o seçilən müəllimlərdəndir, axtarılan müəllimlərdəndir. Və bu şagirdlərdə də bu mənəvi dəyərlərin formalaşdırılması, onların doğru düzgün tərbiyələndirilməsi, həm tədrisinin formalaşdırılması Məlahət müəllimin məhz zəhməti sayəsində baş verir. Bugün də bizi çox təsirləndirdiniz. Düzdür, burada bayram tədbiridir, amma fonunda təbii ki, şəhidlərimizin yad edilməsi, o şagirdlərin qeydixularının, məzarlarının ziyarət edilməsi belə deyək, bizi daha çox təsirləndirdi və duyğulandırdı. Ona görə ki, bütün şagirdlər unutmamalıdırlar. Bu vətənə görə bugün biz bayramları keçirdiyimizə görə, bugün xoşbəxt, şərf, firavan yaşamamıza görə məhz o şəhidlərə borcluyuq. Ona görə Allahdan şəhidlərimizə rəhmət diləyik. Ruhları şad olsun. Təbii ki, onlar da məkanları cənnətdədir. Eyni zamanda qazilərimizə də şəfa versin. Vətən uğrunda döyüşən, bu an orada olan bütün əskərlərimizin də bayram mübarək olsun. Onların da Allah canlarını sağ eləsin. Və müşahirdlərdə məhz o dəyərlərdir ki, biz o illərdir formalaşdıra və tədbirlərdə onu aşılaya Qarabağımızı işğaldan azad elədik. Məhz məktəblərdə həmin şagirdlərin bu tədbirlərdə iştirakı, o ruhun, biz o 2020-ci ildə 44 günlük müharibədə hiss elədik onu ki, o ruh doğrudan formalaşdırılıb və bu məsələdə də yəni o Qarabağın azad olunmasında da təbii ki, Ali Başkomandanlarımız, cənab Prezidentimiz İlham Əliyevə böyük təşəkkürümüzü bildiririk. Təbii ki, onun sayəsində, onun uzaqgörən siyasət sayəsində bu mümkün oldu və bugün biz müstəqil, belə deyək, təhlükəsiz dövlətlərdən biriyik və bu çox böyük amildir. Yəni, bugün regionda baş verən məsələlərə, hadisələrə diqqət yetirsək, görürük, doğrudan da Azərbaycan ən təhlükəsiz ölkədir və burada yaşamaq təbii ki, hər bir şagirdimizin belə deyək, bəxtinə yazılıb ki, belə bir dövlətdəyik, Azərbaycanlıyıq və bu Azərbaycansılıq təbii ki, ideologiyasında məhz ulu öndərimiz Heydər Əliyev təbii ki, o əsasını qoyur və o ideologiyanı biz daşımalıyıq, gələcək nəsillərə ötürməliyik. Bu da belə milli mənəvi dəyərlərin olunmasından yaranar. Və bu şagirdlərə də biz təşəkkür edirik, çox gözəl idiniz. Mən xüsusi sizə təşəkkür edirəm. Bugün çox gözəl göstərdiniz. Eyni zamanda çıxışlarınız da çox gözəl idi. Həqiqətən də bu davam eləməlidir. Bugün möhtəşəm idilər. Məlahət müəllim, onlardan da möhtəşəm idi. Valideynlərimiz də təşəkkür edirik. Həm rol aldılar, bu da çox sevindirir. Bu artıq o vəhdətin, ünsiyyətin düzgün qurulduğunu göstərir. Buna görə
Məlahət müəllim, təbii ki, sizə xüsusi təşəkkür edirəm. Valideynlərimizə təşəkkür edirəm. Hər birimizin bayramı mübarək olsun. İnşallah daha xoş bayramlar, xoş günlər keçirdək. Hər birimizə, elimizə, babamıza qismət olsun, nəsib olsun. O uşaqların o dua etməsi var idi. Ən təsir, mən həmişə toxunuram bu məqamlara ki, orada o hisslər, duyğular ötürülür. O duanı öyrətmək çox gözəldir. Doğrudan da uşaqlara dua etməyi öyrətmək lazımdır. O arzular, xoş arzuları çatdırmağı öyrətmək lazımdır. Və buna görə də təşəkkür edirəm ki, uşaqlara biz dua eləməyi öyrədirik və onlara kimliyini, mənliyini xatırladırıq ki, bu da çox gözəl bir hissdir, çox gözəl bir duyğudur. Dua eləmək lazımdır. Davamlı bir-birimizə dua edin, bizə dua edin, biz sizə dua edin. Şagirdlər, təbii ki, uşaqların duaları daha tezgər olur. Onlara öyrətmək lazımdır ki, yəni davamlı dua eləsin ki, bizim də canımız həmişə sağlam olsun. Gününüz xoş olsun, canınız sağlam olsun. Bayramınız bayram olsun. Çok sağ olun. Ben bu arada bir daha bütün yetmiş gönderleri, məktəb ailəsinə, başlamayan müəllim olmaqla bütün kollektivimizə, burada iştirak edən hər bir müəllimlərə, eyni zamanda valideynlərimizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bu tədbirdə bizimlə bir oldunuz. Gələn ayaqlarınız var olsun. Allah hər birinizin ailəsinə, evinə, gözəl günlər çıxartın. Çox sağ olun ki, ben təşəkkür ederim. Sağ olun, çok sağ olun. Güzel yurduma ilkbahar gelir, en şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilkbahar gelir. Uşaqlar baxın kameraya.
gözəl uşaqları əyləndirəcək. Sizdən artıq dərəcədə xahiş edirəm. Tam sakitçiliyə əməl edək. Yaxşı? Çox xahiş edirəm.